Bəli, əziz tamaşaçılar, efirimizi davam etdiririk. Bir interaktiv sual ünvanlamışdıq sizə. Proqramın əvvəlində söylədik. Düşünürəm ki, sualı təqdim etməyin tam zamanıdır. Əziz tamaşaçılar, sualımızsa elə bugünlə bağlıdır. İstəyirik sizə bugünlə bağlı belə bir sual verək ki, sizcə hansı kitab mütləq hamı tərəfindən, hansı 3 kitab mütləq hər kəs tərəfindən oxunmalıdır? Bax, siz bizim WhatsApp xəttimizə cavablarınızı göndərirsiniz. Biz də böyük məmnuniyyətlə sizin cavablarınızı səsləndirəcəyik. Nömrəmiz isə dəyişməzdir. 01257 1508 sayılı telefonun söylədiyim kimi WhatsApp xəttinə sizin cavablarınızı gözləyəcəyik. Mövzunu davam etdirək. Bəli, bugünkü tarixə nəzər salanda 23 aprel tarixi ümumi cəmiyyətimizdə, ümumiyyətlə dünyada Ümumdünya Kitab Günü və Müəllif Hüquqları Günü kimi qeyd olunur. Elə bu günə uyğun olaraq biz studiyamıza sizin də çox gözəl tanıdığınız şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin katibi Səlim Babuloğlu'nu çağırmışıq. Səlim əmsə, sabahınız xeyir olsun. Xoş gəlmişsiniz. Xoş gördük sizi. Gününüz mübarək olsun. Təbrik edirik. Təşəkkür edirəm. Sizin timsalınızda bütün mütaliə sevərləri təbrik edirik. Səlim, istəyərdim fikirlərimi bu cür bildirim. Victor Hugo'nun bir kəlməsi, bir ifadəsi vardı. Deyir, kitabı müəllif yaradır, onun aqibətini isə cəmiyyət. Siz necə düşünürsünüz? Bugün yazılan kitabların istər Azərbaycanda, istərsə də dünyada bizim cəmiyyət onun aqibətini necə yaradır? Yəni, necədir? Sizin üçün mənzərə necə görünür? Bilirsiniz, bu fikrə ikili münasibət ola bilər. Fikrimcə, əgər biz indi tutalım, ölkəmizdə klassiklərin yubileylərini qeyd ediriksə, bu deməkdir ki, bəli, bizim cəmiyyət, böyük mənada xalqımız öz ədəbi irsinin aqibətini və taleyini yaradır. Ona görə Victor Hugo bir çox fikirlərində olduğu kimi burada da haqlıdır. Başqa tərəfdən hesab edirəm ki, bütün aqibətləri və taleyləri insanlar yaratmır. İnsanlar orada sadəcə aktyorlardır. Hərçənd ki, məşhur deyim var, deyir ki, yazıcı, şair, ədib əsəri yaradandan sonra həmin əsər artıq onun olmur. Artıq oxucuların və belə deyək də gələcəyin olur. Ona görə bax, mənim münasibətim ikilidir. Təşəkkür edirəm. Yeri gəlmişkən elə bu sualdan, daha doğrusu bu cavabdan belə bir sual yaranır. Kitab dükanlarına gedirsən hazırda. Elə tutaq ki, Bakımızın özündə həddən ziyadə çox kitablarımız var. Çox kitablar, həyatın müxtəlif məqamlarına dair kitablar. Bəzən mənə elə gəlib, bilməm, sizin də ürəyinizdən bu hisslər keçir ya yox. Bəzən çox kitab nəşr olunur. Axı, bunun maliyyə tərəfi var, israf falan, bilmirəm, haqlıyam ya, necə. Sizə elə gəlmirmi ki, həddindən artıq çox kitab dövrümüzdə, müasir dövrümüzdə çap olunur? Ümumiyyətlə, təkcə kitab yox, fikirləşirəm ki, çağdaş dünyamız gün-gündən hər şeyi daha çox istehsal eləməyə başlayır. Bu cümlədən əmtəə kimi yanarsaq, yəni mal kimi yanarsaq, kitabı da. Bilirsiniz, kitab biraz fiziki məfhumdan çox mənəvi məfhumdur. Mən bir dəfə adi aritmetik, belə deyək də, hesablama apardım. Təsəvvür edin ki, sizin, bizim tamaşaçıların 100 il yaşamaq imkanımız var və anadan olduğumuz ilk gündən oxumağı bacarırıq. Və gündə də bir kitab oxumaq imkanımız var. 100 ildə biz nə qədər kitab oxuyarıq? 36.500. Düzdür, 100 gün, 36.500 gündür. Amma dünyada milyardlarla kitab var. Məsələ kitabların sayında deyil, mətləblərdədir. Bəzən bir roman oxuyub, bütöv bir xalqın ədəbiyyatını oxumuş kimi yetkin hiss eləyə bilərsən özünü. Məsələn, mən sizə tanış hisslərdir bunlar. Xırda bir örnək verim. Allah rəhmət eləsin, bizim böyük şairimiz Hüseyin Cavidin Qız məktəbində şeiri var. Yadınızdadır da o şeir. Qızım, adın nədir? Gülbahar. Gülbahar. Pək sənin anan, baban var mı? Var mı? Evet, var. Məsələn, mənə görə bu şeir onlarla, bəlkə yüzlərlə romanın ağırlığındadır. Konstitusiyadır. Necə yaşamaq, necə olmaq haqqında. Ona görə kitabların sayı yox, mətləblər önəmlidir.
Həqiqətənmi kitab insanla dünya arasında bir körpü rolunu oynayır? Və bu körpünün təməli nə qədər güclüdür? Bilirsiniz, mən sizə bir şey deyim, öz təcrübəmdən danışım. Mən kitab oxumağa başlamışam 6 yaşından. Dünyanı da daha çox, hərçənd ki, bütün uşaqlar kimi mən də küçədə oynayırdım, küçəyə can atırdım, canlı həyat, diri həyat, bütün uşaqlar oldu, uşaqlar enerjindən dolu olaraq çəkirdi. Amma mən daha çox dünyanı və həyatı kitablardan tanımıram. Və sonra bir gün kitabdakı insanlarla, kitabdakı həyatla, gerçək həyatı elə ki anlamağa başladım və tutuşturmağa başladım. Bu mənim dəfələrlə olub ki, ağır hisslər yaşadım, depresiya yaşadım, çaşqınlığı yaşadım. Ona görə, bəli, kitablar körpüdür. Bir də başqa bir şey var, yenə deyirəm, kitab ancaq məsələn, düzbucaqlı predmet deyil axı, kitab mənəvi məhsuldur. Mənə görə kitab mətindir və hələ bilmək olmaz ki, həyat mı kitabdan doğub, kitab mı həyatdan? Biz adətən hesab edirik ki, kitablar həyatdan doğur, amma mənə elə gəlir ki, bizim bütün gördüyümüz hər şey, bu böyük dünya, o böyük kitabdan doğub, ana kitabdan doğub. Ona görə mətnlər daha əfzəldir. Əlbəttə, çox yaxşı olardı ki, biz öləri insanların yaratdığı kitablar, o böyük kitabın mətləbləri ilə üst-üstə düşəydi. Bax, onda həmin əsərlər əbədiyyət qazanmış olacaqlar. Səlim müəllim, bəs müqayisə etsək, siz qeyd etdiniz 6 yaşından kitab oxumağa başladınız. Bugün sevindirici haldır ki, kitab mağazalarına gedəndə məhz o yaşda, ondan da kiçik yaşda uşaqları görürük, valideynlərlə bərabər kitab seçim eləyirlər. Məktəblərdə təbii ki, dərsliklərdən əlavə kitablar oxunması tövsiyə olunur. Yəni, məndə övladlarım Türk məktəbində oxuduğu üçün bu sistem var. Yəni, hər həftə onlara müəyyən kitablar təqdim olunur. Sinifdə də kitabxana yaradılır. Siz necə düşünürsünüz? Bugün müasir dövrün balacaları, uşaqları kitabı nə dərəcədə sevirlər? Yəni, sizin dövrlə müqayisə eləyəndə arada fərq çoxdur, yoxsa necə? Mən indi, mənim övladlarım böyüdülər. Amma onların uşaqlıq dövrlərini təbii ki də valideyn kimi xatırlayıram. Onlar kitab oxuyurdular. Və bizim evdə hərdən Bakılılar demişkən, uşaqların anası əsəbləşirdi ki, soyuducunu da açanda içindən kitab çıxır. Onların nümunəsi var idi evdə, kitab oxuma nümunəsi və sonra da təbii ki, məktəb var idi. Onlar ki, müəyyən dövrə qədər, biz əslində kitab deyəndə daha çox bədii ədəbiyyat nəzərdə tutulur da. Yəni, kitablar fərqlidir, ixtisaslı kitablar var və s. və s. Amma indi, məsələn, mən anlayıram ki, məsələn, indi mənim övladlarım işləyirlər, onlar ixtisaslarına müvafiq ədəbiyyatı daha çox oxuyurlar. Mən düşünürəm, oxuyurlar. Ümumiyyətlə, belə bir əmsal var da, sabit var. Dünyada insanların sayı artır. Bütün cəmiyyətlərdə insanların sayı artdığına görə kitabların sayı da artır. Amma oxuma əmsalı mənə nədənsə elə gəlir ki, azalmır, artmır. Mən də onu deyəcəkdim, eyni səviyyədə qalır. Mənə elə gəlir. Başqa tərəfdən bir var kitab oxuma, mütaliə, bir də var düzgün oxuma. Cəmiyyəti hərəkət vericisi qüvvəsi və inkişafı oxuma ilə deyil, düzgün oxuma ilə tənzimlənir. Bəzən bizdə inkişaf illüziyası yaradan şeylər ola bilər. Bunlar əsla, belə deyək, inkişaf nədir sualının cavabı olmaz. Bunlar biraz belə tamam başqa istiqamətdə olan məsələlərdir. Amma bütün hallarda, hər necə olur olsun, kitabların bir özəl funksiyası var, ümumiyyətlə mütaliənin bir funksiyası var. Məsələn, deyək ki, biz savaşla bağlı hər hansı bir ədəbiyyat oxuyuruq. Məsələn, müharibə ilə bağlı. Orada itki var, qan var, top səsi var, düzdür, qışqırıq var, fəryad var, sevinc var, göz yaşları var. Amma bütün bunlar kitabın səhifələrində, bütün bu səsli, küylü dünya kitabın səhifələrində səssiz baş verir. Mütaliə insana təmkinli olmalı. Bax, o kitab necə ki, bütün həqiqətləri bizə səssiz öyrədir. Bax, o təmkini aşılayır, o duruşu aşılayır. Mütaliə insanda
məsələn, belə deyək, siz bax elə sizin qarşınızda A4 formatda vərəqlər var. Məsələn, orada görürsünüz sözlər necə baş-başa, sakitcə, sülh içində dayanırlar. Kitab həyata o cür yanaşmanı təşviq eləyir. Mən arzu eləyərdim ki, bütün oxucular, belə deyək də, o kitabın öyrətdiyi başlıca şeyi öz həyatlarında hiss eləyə bilsinlər. Mənə, məsələn, həyatımın ən çətin dövrlərində, hətta fiziki mənada xəstə hal olduğum dövrlərdə mütaliə dəfələrlə məni vəziyyətdən çıxardı. Və hətta mən sizə bir sir də açım, bunu bəlkə dostlara filana dar çərçivədə demişəm, bir neçə dəfə olub ki, möhkəm xəstələnmişdim, hərarətim var idi, xalq arasında deyirlər, boğazım gəlmişdi və mən birisiz özümü ilə müalicə elədim. Ucadan yaxşı şeiri oxumaqla. Məsələn, dəfələrlə olub ki, mən ucadan sevdiyim poeziyanı qiraət eləmişəm, mütaliə yoxa qiraət eləmişəm, hərarətim azalıb, boğazımın şişi çəkilib. Yəni, yaxşı... Bu ruhun ehtiyacından da irəli gəlir. Şəksiz də enerjidir də, mətin enerji də. Səlim müəllim, bax, kitab dükanına girirsən, müxtəlif səpkili kitablar var, biraz əvvəl söylədiyim kimi. Amma şəxsən mənim ətraf çevrəmdə belə insanları görmüşəm. Adam var ki, əlinə nə keçdi, nə düşdü oxuyur. Sevdiyi, uşaqlıqdan sevdiyi şairlər olsun, yazarlar olsun. Amma adam da var ki, biraz əvvəl uşaqlarınızın üzərindən Allah saxlasın, bir nümunə gətirdiniz ki, məhz bədi ədəbiyyat onların sonra gələcəkdə bir ixtisasçı kimi formalaşmasında böyük rol oynayıb. Yəni, kitablar nə cür oxunmalıdır? Sistematik şəkildə, yoxsa ki, qarşına nə keçdi, hansı maraq dairəndə oldu, bir dostun yaxının söylədi oxumalısa? Məncə, birisi biz təhsil sistemi elə ona görə var ki, biz elmlərə sistemli yanaşaq. Necə ki, məsələn, hər fənnə saat ayrılır, insan həyatında da bir sistem olmalıdır, o cümlədən mütaliədə. Şəksiz ki, mütəxəssislər tövsiyə edirlər ki, məsələn, filan yaşdan filan, bilirsiniz də, kitablarda bəzən olur ki, yazılır 6 yaşdan 12 yaşa qədər, yeni yetmələr üçün və s. və s. Şəksiz ki, bunlar müəyyənləşməlidir, bunlar isə elmi əsasda mümkün olur. Amma nə keçdi oxumaq məsələsi bu bir qədər sistemsizlik yarada bilər. O adamlarda hiss edirəm mən sonra o sistemsizliyi. Amma həvəsi var. Yəni onlara qadağan eləmək olmaz. Amma ümumiyyətlə, yenə deyirəm, təhsil prosesi ona görə var ki, bizim bilikləri mənimsəməmiz bir sistem çərçivəsində olsun. Amma eyni zamanda elə adamlar var ki, özünə təhsillə məşğul olurlar. Hətta onların o özünə təhsili kütləvi və ali təhsildən daha effektiv nəticələr verir. Məsələn, dünya ədəbiyyatı tarixində məktəbi buraxmış, amma özünə təhsillə çox böyük, belə deyək də, intellektual imkanlar qazanmış ədiblər də var. Burada resept belədir də, yəni oxumanın qabağını almaq olmaz. Ümum üçün, kütlə üçün bunun sistemi olmalıdır, amma istisnalar qaydaları pozmur. Aydındır, təşəkkürlər. Biz interaktivdə bir sual ünvanlamışıq. Sizcə hansı 3 kitabı hamı oxumalıdır sualı ilə tamaşaçılarımıza müraciət eləmişik. Sizin də cavablarınız düşünürəm maraqlı olardı və tövsiyələrinizdən yola çıxaraq həmin o kitabı öz şəxsi kitabxanasına daxil etmək istəyənlər mütləq olacaq, biz daxil. Mənə çətindir bu suala cavab vermək. Tipologiya kimi mən deyə bilərəm ki, hansı 3 məsələn, deyək ki, dini kitabları bir kitab hesab eləsək, mən birinci deyərdim ki, hökmən səmavi kitabları oxuyun. Başda Quran-ı Kərim olmalı. Əgər Xəmsəni, üstəgəl, Böyük Nizaminin lirikası da var. Bu 6 kitabı bir kitab hesab eləsək, mən deyərdim ki, Nizamini oxuyun. Və bir də hökmən nağılları, folkloru bir kitab hesab eləsək, bəli, bizim Kitab-ı Dədə Qorqud, aşıq ədəbiyyatı, nağıllar, dastanlar, bunları da tipologiya kimi bir kitab hesab eləsək, hökmən deyərdim ki, bunları oxuyun. Dünya ədəbiyyatından şəxsən maraqlıdır, dünya ədəbiyyatından... Valla fərqli deyə bilirsiniz, məsələn, mən sevdiyim, oxuduğum və zövq aldığım romanları deyə bilərəm. Məsələn, tutalım, Knut Hamsunun Aclıq romanı var, August Strindbergin Tənha romanı var.
Məsələn, Milan Kundera'nın varoluşun dözülməz yüngüllüyü var. Lap bu yaxınlarda oxudum, çox xoşuma gəldi. Julian Barres'ın Zamanın Uğultusu adlı Stalinlə Şostakoviçin münasibətlərindən bəhs edən bir romanı var. Çoxdur. Yəni, mənim bəxtim onda gətirib ki, mən bir müddətdən sonra seçərək oxumuşam. Yəni o necə gəldi oxumamışam. Yeri gəlmişkən, elə müasir oxu demişkən, mütaliə demişkən, bizim 18, daha doğrusu 19-20-ci əsrin yazarlarının kitabları yetərincə dərc olunub və bunlar da əsasən Kirilcədir. Düzdür, cənab prezidentimizin göstərişi ilə bəli, tərcümələr oldu, daha doğrusu Latın qrafikasına keçid oldu, amma bəziləri var ki, hələ oxunmayıb. Bunlar daha doğrusu Latın qrafikasına keçməyib. Siz necə düşünürsünüz? Bu ictimaiyyətdə böyük bir boşluq yaratmır ki? Yox, mən... Məsələn, Məmməd Səid Ordubadi olsun. Yox, Məmməd Səid Ordubadi nəşr olunub. Mən Məmməd Səid Ordubadidə Manaf Süleyman... Yox, var, çapına başlanılanlar var, amma yenə də bu nə dərəcədə boşluq verər ictimaiyyətə? Mən düşünürəm ki, bizim, belə deyək də, əsas irsimiz, o ədəbiyyat ki, Kiril əlifbasındaydı, onların hamısı keçirilib Latın qrafikasına. Ola bilsin ki, gözdən qaçan nələrsə olub, təbii ki, bu ola bilər. Amma könlü balıq istəyən ayağın suya salar da. Onları düşünürəm ki, əgər kimlərsə həmin müəllifləri axtarıb tapacaqlarsa, onların bir yolu olacaq. Milli Kitabxanadan onların, belə deyək də, PDF və yaxud Word versiyasını götürəcəklər, sonra əlifba konverterlə onu keçirdəcəklər Latın biraz elektrona deyirsiniz. Bəli, olacaq. Və bir də bugün də populyardır elektron kitablarda. Məsələn, o necədir? Sizin fikriniz, üzr istəyirəm, müdaxilə elədim, yəni vaxtımız da daralır. Kitabı oxumaq, düzdür, bunu biz dəfələrlə deyirik, gələn qonaqlarımızda kitaba toxunur, onun hətta qoxusu belə, yaratdığı aura. Amma sizin dilinizdən bunu eşitmək fərq, elektron və normal kitablardan mütaliə. Məsələn, 5 il əvvəl bu sualı versəydiniz, mən bir mənalı olaraq deyərdim ki, kitab vərəq kağız şəklində oxumaq lazımdır. Amma mən 2 book reader almışam, elektron kitab. Və mənim elektron kitabxanamda artıq 12.000 kitab var. Və böyük məmnuniyyətlə, elektron kitabla da, böyük həzlə oxuya bilirəm. Siz dünyanın axırına qarşı çıxmayın. Hətta audio kitablar da var, yəni. Yox, audio kitablar biraz başqa məsələdir. Orada sən informasiyanı qulağından qəbul edirsən. Bu mütaliə deyil. Bu tamam başqa müstəvidə olan, tamam başqa məsələdir. Amma elektron kitab, biz axı dedik biraz əvvəl, kitab mətndir. Məsələ mətni oxumaqdır. Əlbəttə ki, bizim alışqanlıqlarımız, vərdişlərimiz var. Biz, məsələn, kitab ənənəsi ilə böyüyən adamları elektron kitab oxumaq çətindir. Amma mən hər halda fikirləşirəm ki, məsələn, səfərə gedəndə bir book readerdə, yaxud elektron kitabda 10 kitabı götürmək daha rahatdır. Nəinki bir sakvayajda, yaxud bir çantada biraz zehnə, gözəl, biraz diskomfort verdiyi üçün bu sualı mən elektron mürəkkəblər var, çox rahatdır, vərəq effekti verir, sarı rəngdə olur onun şeyi. Səlim müəllim tövsiyə edirsə, bəli, mütləq. Bəli, çox sağ olun Səlim müəllim, minnətdarıq sizə.